Dərsi planlaşdırarkən şagirdlərin yaş xüsusiyyətlərini və öyrənmə ehtiyaclarını nəzərə almaq dedikdə nə nəzərdə tutulur? Dərsin effektivliyini müəyyən edən amillərdən biri dərsin şagirdlərin öyrənmə proseslərinə uyğun şəkildə tərtib olunmasıdır. Müəllim dərsin planlaşdırılmasına "Bu gün nə tədris edəcəm?" sualı əvəzinə "Bu yaşda şagird necə düşünür və öyrənir?" sualı ilə başlaya bilər. Dərsin gedişatı, tempi və təqdim etmə üsulları şagirdlərin inkişaf səviyyəsinə uyğunlaşdırıldıqda dərsin effektivliyi artır. Uğurlu dərs şagirdlərin inkişaf səviyyəsinə, psixoloji, fizioloji və intellektual səviyyələrinə uyğun şəkildə təşkil olunmalıdır. Şagirdlərin öyrənmə ehtiyaclarının nəzərə alınması da effektiv tədrisin əsas şərtlərindən biridir. Hər bir şagirdin öyrənmə tərzi, marağı, potensialı və inkişaf tempi fərqlidir. Müəllim bu fərqləri başa düşməli və dərs prosesini onlara uyğunlaşdırmalıdır. Buna görə də tədris prosesində şagirdlərin öyrənmə ehtiyaclarının və yaş xüsusiyyətlərinin nəzərə alınması prinsipi olduqca əhəmiyyətlidir. Bu prinsip təkcə öyrənilməsi nəzərdə tutulan bacarıqların müvafiqliyi ilə məhdudlaşmır. Eyni zamanda seçilən strategiya və üsulların, verilən əks əlaqənin, ümumilikdə dərsin təşkilinin şagirdlərin yaş prinsiplərinə və öyrənmə ehtiyaclarına uyğunluğunu şərtləndirir. Tədrisdə şagirdlərin yaş xüsusiyyətlərinin və öyrənmə ehtiyaclarının nəzərə alınması ilə bağlı bir sıra tədqiqatlar var. Pierre Van Hele şagirdlərdə həndəsə təsəvvürün formalaşması ilə bağlı araşdırmalar aparmışdır. Elə şagirdləriniz olubmu ki, onlar kvadratı tanıyırlar, amma ona tərif verə bilmirlər. Bəs elə şagirdlərlə rastlaşmısınız ki, kvadratın düzbucaqlı olduğunu anlamırlar və ya şagirdləriniz arasında onsuz da bildiyimizi niyə sübut etməliyik deyə şikayət edənlər olubmu? İki Holland müəllim, Dina Van Hele Geldof və onun həyat yoldaşı Pierre Marie Van Hele belə yanaşmaların şagirdin həndəsi təfəkkür səviyyəsini əks etdirdiyini bildirirlər. Heleyə görə İnsanın həndəsi anlayışları qavraması və həndəsi təfəkkürü 5 mərhələdə inkişaf edir. Bu mərhələlər 0, 1, 2, 3 və 4-cü səviyyələr kimi tanınır. 0, 1 və 2-ci səviyyələr ibtidai sinif yaşlarına, 3 və 4-cü səviyyələr isə orta məktəb və sonraki dövrlərə uyğun gəlir. 20-ci əsrin psixoloqu Jerome Bruner bizə xatırladır ki, uşaqlar biliyi mərhələ-mərhələ 3 fərqli şəkildə qavrayırlar. Əvvəlcə hərəkət və fəaliyyət vasitəsilə, sonra şəkillərlə və vizual təsvirlərlə, ən sonda isə yazı və simvollarla. Bu, uşaqlarda dilin inkişafında da özünü göstərir. Məsələn, erkən yaşlarda uşaqlar yeni sözləri konkret təcrübələri ilə əlaqələndirdikdə daha yaxşı anlayırlar. Kağızı bükərək, əşyaları açıb bağlayaraq, tullanaraq və sadə hərəkətləri canlandıraraq bu hərəkətləri sözlərlə birləşdirir və bu zaman sözləri daha yaxşı mənimsəyirlər. İbtidai sinifin ilkin dövrlərində hekayə daxilində illüstrasiyalar, şəkilli kartlar, sadə diaqramlar şagirdlərin məzmunu anlamasına kömək edən əsas vasitələrə çevrilir. Şagirdlərin bu mərhələdə hekayənin şəkillərlə təsvir olunmuş səhnələrini ardıcıllıqla düzməsini, qısa cümlələri uyğun gələn şəkillərlə əlaqələndirmələrini, yaxud səbəb-nəticə əlaqəsini göstərən sadə sxemləri doldurmalarını istəmək olar. Simvolların ancaq bu mərhələlərdən sonra tədricən təqdim olunması məqsədə uyğundur. Dil dərslərində simvolik mərhələdə olan şagirdlərə tədris zamanı yazılı sözlər, orfoqrafik qaydalar, sifət, feil kimi qrammatik kateqoriyalar, qaydalar, təriflərdən istifadə edirik. Əgər tədris birbaşa qaydalardan və abstrakt təriflərdən başlayırsa, əvvəlki mərhələlər nəzərə alınmırsa, şagirdlər onları mexaniki əzbərləsələr də tam qavramırlar. İbtidai sinif səviyyəsindən etibarən praktiki fəaliyyətlər və əyani vasitələrdən istifadə etməklə paralel, simvolik mərhələyə xas xüsusiyyətləri tədricən tədrisə inteqrasiya etmək olar. Misal olaraq, bir fəaliyyətin içində hər 3 mərhələ necə yer alır, buna nəzər salaq. Şagirdlər hekayə daxilində 2 obrazın cəld və asta kimi keyfiyyətlərini canlandırırlar. Qəhrəmanların şəklinə baxıb, qısa şifahi təsvirlər verirlər. Yalnız bundan sonra onlar həmin sözlərin yazılışını öyrənir və onların cümlədə necə işləndiyini öyrənirlər. Daha sonra şagirdlər sifətlərdən birini seçib, öz sadə cümlələrini yazırlar. Bu halda konkret müqayisələr
və vizual dəstək təbii şəkildə simvolik mərhələyə yol açır. Brunner düşünür ki, şagirdin yaş dövrünə xas ehtiyaclarını nəzərə almaq şərti ilə istənilən şagirdə istənilən məzmunu öyrətmək mümkündür. 0-cı səviyyə. Bu səviyyə vizuallaşdırma, gözündə canlandırma mərhələsi adlandırılır. Bu mərhələdə olan uşaqlar şəkil və cisimləri bütöv bir varlıq kimi qavrayırlar. Onlar üçün məsələn kvadrat kvadratdır, amma kvadratın nə olduğunu izah edə bilmirlər. Kvadratın tərifini və xüsusiyyətlərini mənaca deyil, görünüşə əsasən tanıyırlar. Yəni uşaq bu səviyyədə xüsusiyyətləri və detalları bütövdən ayıra bilmir. Bu mərhələdə tədris zamanı diqqət ediləcək məqamlara nəzər yetirək. Bu səviyyədəki uşaqların həndəsi anlayışları öyrənməsi üçün əyani vasitələrdən fiziki olaraq istifadə edilməli. Onlar üçün bu əşyalarla oynama və işləmə imkanları yaradılmalıdır. Bunun üçün öyrənilən fiqurların rastlana biləcək müxtəlif növlərinə yer verilməlidir. Məsələn, əgər üçbucaq öyrədilirsə, düzbucaqlı, itibucaqlı, körbucaqlı üçbucaqların modelləri şagirdlərə təqdim olunmalıdır. Bu, şagirdlərin təxəyyülündə fiqurun tam təsəvvürünün yaratmağa kömək edir. Uşaqlara həndəsi fiqurlar hazırlamaq, çəkmək və modelləşdirmək üçün imkan yaradılmalıdır. Onların müşahidə və fikirlərini ifadə etməsi üçün açıq müzakirə və araşdırma mühiti təşkil edilməlidir. Nəzəri tərəflərdən qaçmaq, uşaqlara real nümunələr və fiqurlar üzərində öyrənmə imkanları vermək vacibdir. 0-cı səviyyə adətən ibtidai siniflərə, 1, 2 və 3-cü siniflərə uyğun gəlir. Lakin bu səviyyəyə xas fəaliyyətlər daha yuxarı siniflərdə də rast gəlinə bilər. 5-ci sinifdə yeni anlayışlar, məsələn, prizma təqdim edilərkən uşaqlar bu fiquru 0-cı səviyyədən başlayaraq öyrənirlər. 1-ci səviyyə, təhlil mərhələsi. Bu mərhələdəki uşaqlar fiqurların xüsusiyyətlərini təhlil etməyə və izah etməyə başlayırlar. Artıq onlar fiqurun tamamilə necə formalaşdığını və onu xarakterizə edən xüsusiyyətləri aydın şəkildə ifadə edə bilirlər. Məsələn, belə deyə bilərlər, düzbucaqlının 4 tərəfi var, 4 bucağı var, qarşı tərəfləri bir-birinə paraleldir və qapalı fiqurdur. Bu mərhələdə uşaqlar bir anlayışın sadəcə bir fiqur deyil, bir sıra xüsusiyyətlərin birləşməsi olduğunu başa düşür. Bu səviyyədəki uşaqlar fiqurlarla bağlı bəzi ümumiləşdirmələr də edə bilirlər. Məsələn, bərabər tərəfli üçbucağın 3 bərabər tərəfi var. Paralleqramın qarşı tərəfləri paraleldir kimi ümumiləşmələr apara bilirlər. Lakin hələlik onlar fiqurlar arasındakı sinif münasibətlərini görə bilmirlər. Yəni düzbucaqlı eyni zamanda paralleqramdır kimi siniflər arası əlaqələri anlamaqda çətinlik çəkirlər. Tədris prosesində bu mərhələ əvvəlki səviyyədəki fəaliyyətlərin davamı kimi qəbul edilir və aşağıdakı işlərin görülməsi faydalıdır. İstifadə olunan həndəsi modellər və fiqurlar haqqında danışmağa, onların xarakteristik xüsusiyyətlərini şərh etməyə, verilən fiqurun müxtəlif xüsusiyyətlərinin siyahısını tərtib etməyə yönələn tapşırıqlar verilməlidir. İstifadə edilən həndəsi modellər və fiqurlarla ölçmə, tərifini müəyyənləşdirmə, fiquru dəyişdirərək başqa formaya salma işləri yerinə yetirilməlidir. Həndəsi modellər və fiqurları müşahidə edərək onları qruplaşdırmaq və adlandırmaq, daha sonra isə bu fiqurlar üzərində problem həllinə yönəlmiş tapşırıqlar işlənməlidir. Bu mərhələ 3-cü və 4-cü siniflərə uyğun gəlir. 2-ci səviyyə təcrübəyə əsaslanan nəticə çıxarma mərhələsi. Bu mərhələ uşaqların fiqur sinifləri arasında əlaqə qura bilmə bacarığının inkişaf etdiyi mərhələdir. Məsələn, onlar trapesiya yalnız 2 tərəfi paralel olan dördbucaqlıdır və ya kvadratın bütün bucaqları 90 dərəcədir. Buna görə də o düzbucaqlıdır kimi fikirləri söyləyə bilirlər. Bu səviyyədə uşaqlar fiquru xüsusiyyətlərinə görə qruplaşdıra bilirlər, lakin aksiomatik sistemi və məntiqi isbat metodlarını istifadə edə bilmirlər. Yəni, nəzəri qaydalara əsaslanan məntiqi nəticə çıxarma və riyazi isbat aparmaq onlar üçün çətindir. Onlar bir fiqurun xüsusiyyətlərini başa düşürlər, lakin həmin xüsusiyyətləri digər anlayışlarla əlaqələndirərək isbat etmə bacarığına tam sahib deyillər. Bu səviyyədə uşaqlar artıq fiqurun hər bir xüsusiyyətini və hissəsini bütövdən ayrı olaraq analiz edə bilirlər. Bu mərhələyə uyğun fəaliyyətlər əsasən 5-7-ci siniflərə aiddir. Bu mərhələdə şagirdlər üçün tövsiyə olunan fəaliyyətlərlə tanış olaq. Şagirdlərlə istifadə etdikləri model və şəkillərin xarakteristik cəhətləri təhlil edilməsi, hansı xarakteristik xüsusiyyətlərin hansı fiquru təyin etdiyi barədə müzakirə aparılmalıdır.
Onlara şəkillər və fiqurlarla bağlı öncədən təsəvvürə əsaslanan fikir yürütməkləri üçün əlverişli şərait yaradılmalıdır. Şəkil və modellərlə əlaqəli şəkil çəkmə, fiqur siniflərinin ortaq və fərqli cəhətlərini deyə bilmə, ümumiləşdirmə aparma, hipotez yaratma, hipotezi yoxlama kimi fəaliyyətlərə imkan yaradılmalıdır. Üçüncü səviyyə nəticə çıxarma mərhələsi adlanır. Şagirdlər bu mərhələdə bir aksiomatik sistemdən istifadə edərək bu sistem daxilində müstəqil şəkildə riyazi isbatlar etməyi bacarırlar. Bir teoremin fərqli tətbiqini görə bilirlər. Bu səviyyədə uşaq üçün fiqurların xüsusiyyətləri artıq fiqurun özündən asılı olmayan müstəqil anlayışlar halına gəlir. Bu mərhələ orta məktəbin yuxarı siniflərinə uyğun gəlir. Dördüncü səviyyə elmi araşdırmalar dövrü. Bu səviyyədə olan şəxslər fərqli iki aksiomatik sistem arasındakı əlaqə və fərqlilikləri görə bilirlər. Onlar həndəsəni bir elm olaraq qiymətləndirib, onun üzərində elmi araşdırmalar, tədqiqatlar apara bilirlər. İsveçrəli psixoloq Jean Piaget bizə göstərdi ki, uşaqlar böyüdükcə biz onların bildiklərində yalnız kəmiyyətcə artım müşahidə etməklə qalmırıq. Uşaqlar böyüdükcə onların dünyanı qavrama tərzində əhəmiyyətli dəyişikliklər baş verir. Onların düşünmə tərzi mərhələli şəkildə dəyişir. Təxminən 7-10 yaş arasında bir uşaq dili o zaman yaxşı qavrayır ki, tədris olunan fikir onun gündəlik həyatda təsəvvür edə biləcəyi bir vəziyyətlə bağlı olsun. Məsələn, 8 yaşlı uşaq fincan yerə düşdü və qırıldı kimi sadə səbəb-nəticə əlaqəsi təsvir olunan epizodu rahat izah edir. Çünki bu onun üçün tanış bir düşünmə tərzidir. Lakin sətiraltı mənanı oxumağı tələb edən tapşırıqlar, məsələn, bir metaforanın nə demək olduğunu anlamaq və yaxud da obrazın gizli hisslərini təxmin etmək bu yaşda çətindir və şagird müəllimdən dəstək almadan bunu etməkdə çətinlik çəkir. Uşaqlar yeniyetməlik dövrünə yaxınlaşdıqca, onlarda daha abstrakt düşünmə bacarığı formalaşmağa başlayır. Bunun səbəbi beynin abstrakt düşünmə və planlaşdırmaya cavabdeh sahəsi olan prefrontal qabığın yeniyetməlik dövründə sürətlə yetkinləşməsidir. Məhz bu dövrdə şagirdlər müəllif burada əslində bizə nə demək istəyir və ya hekayəni başqa bir obraz nəql etsəydi, nə dəyişərdi kimi dərin suallarla işləyə bilirlər. Çünki onlarda mətnin sərhəddindən kənara çıxıb, digər mümkün variantları təsəvvür etmə qabiliyyəti formalaşır. Nəzərdən keçirdiyimiz prinsiplər dərsin gündəlik planlaşdırılmasına istiqamət verir. Kiçik yaşlılar üçün dil dərsləri belə qurulmalıdır. Başlanğıcda fəaliyyət, hekayə və konkret təcrübələr üzərində dayanmaq. Sözləri jestlər, əşyalar və şəkillərlə öyrətmək. Hekayəni düzgün ardıcıllıqla düzmək, sözlərlə şəkilləri uyğunlaşdırmaq, müəllimin köməyi ilə hekayəni öz sözləri ilə nəql etmə kimi tapşırıqlardan istifadə etmək. Məsələn, 2-ci sinifdə bir oxu dərsində şagirdlər hekayədəki hadisələri göstərən şəkilli kartları ardıcıllıqla düzürlər. Bundan sonra şagird hekayəni qısa şəkildə danışa bilər. Bu tapşırıqlardan sonra şagirddən hekayənin əsas ideyasını tapmaq istəmək olar. İlkin oxunuşdan sonra əsas ideyanı tapmaq bəzən inkişaf səviyyəsinə uyğun olmaya bilər. İbtidai sinfin yuxarı mərhələlərində isə planlaşdırma tədricən bu bacarıqları əhatə edə bilər. Müqayisə etmə bacarığı. Bu obraz dünənki hekayədəki obrazdan nə ilə fərqlənir? Kimi suallardan istifadə edərək proqnozlaşdırma bacarığı. Oxuduqlarımıza əsasən hekayənin qalan hissəsində nə baş verə bilər? Kimi suallardan istifadə edərək əsaslandırma bacarığı. Mətndən sənin fikrini dəstəkləyən bir cümlə tap. Kimi tapşırıqlardan istifadə edərək refleksiya bacarığı. Sözün düzgün mənasını necə müəyyən etdin? Kimi suallardan istifadə edərək tədris edə bilərik. Məsələn, 4-cü sinifdə qrammatika tədris edərkən ardıcıllıq belə qurula bilər. Əvvəlcə qrammatik formanı mətn daxilində kontekstdə görüb altından xətt çəkmək, sonra bu nümunəni sadə bir cədvəldə göstərmək, sonda isə qayda və formaya dair müzakirə aparmaq. Birbaşa qaydanı əzbərlətməyə keçmək, şagirdin biliyi mənimsəməsi üçün vacib olan idraki bacarıqları görməzlikdən gəlmək deməkdir.